Şəxsən mənim bu səfərdən və Pekin danışıqlarından böyük gözləntilərim yox idi ki, nəticə əldə ediləcək. Əsas üç mövzu idi. Üç mövzu nə idi? İqtisadi ticarət əlaqələri, İran mövzusu, bir də Tayvan məsələsi. Gələk birincidən başlayaq. Tramp prezident seçiləndən sonra Çinə qarşı belə deyək, kömür rüsumunu artıracağını söyləyirdi, qaldırmaqla hədələyirdi ki, niyə söyləyirdi bunları? Deyirdi, Çinlə ticarətdə balans Çinin xeyrinədir. Bunu dəyişməyə lazımdır. Çin Amerika məhsullarına imkan vermir Çin bazarına daxil olsun. Bu istiqamətdə danışıqlar oldu və gələn məlumatlara görə şifahi razılaşmalar var. Yəni bu ətrafda ki, bəli, yəni vəziyyəti çox da gərginləşdirməyək, yəni iqtisadiyyatlarımız bir-birinə bağlıdır, iki böyük dövlətik, ticarətimizi davam etdirək. Burada müəyyən razılaşmadan danışa bilərik. Bunu da müəyyən qədər nəticə saymaq olar. İran mövzusu. Tramp səfərdən öncə də elə səfər sırasında da əsas istəyi o idi ki, Çin lideri İran rejiminə təsir etsin ki, İran rejimi Hörmüz boğazını açsın və İranı nüvə silahı əldə etməkdən çəkindirsin. Əslində sözdə şifahi olaraq Pekinlə bu məsələdə də razılıq var. Yəni açıqlamalar verildi ki, həm Pekin, həm də Vaşinqton Hörmüz boğazının sərbəst olmasının tərəfdardılar. Gəmilər rahat üzə bilsinlər. Necə ki, müharibədən əvvəl vəziyyət idi, elə vəziyyətə qayıdılsın. Və Pekin də İran nüvə silahı əldə etməsinin əleyhinədir, yəni belə bir fikir də söylür. Amma bu ümumi fikirlərdir. Reallıqda isə açıq-aşkar Pekin İrandakı rejimə təzyiq edib, birtərəfli qaydada Hörmüz boğazının açılmasını hədəfləməyəcək. Düzdür, Hörmüz boğazının bağlı qalması Çinin iqtisadi maraqlarına mənfi nöqteyi nəzərindən təsir edir. Çin İrandan düzəməlli neft ala bilmir ki, Amerika da oranı mühasirədə saxlayır. Körfəz ölkələrindən ala bilmir, İran bu dəfə maneə yaradır. Amma Çin birtərəfli qaydada İran rejiminə təzyiq etməz ki, Amerika qarşısında zəif düşsün. Ümumiyyətlə, İran rejiminin zəifləməsini də Çin istəməz. Ona görə bu ümumi ortaq məxrəcə gəlsələr də, Hörmüz boğazı ilə detallara vardıqda bu razılaşma işləməyəcək. Mən hesab edirəm ki, Pekin Tehran rejiminə dəstəyi davam etdirəcək, açıq və gizli şəkildə kəşfiyyat məlumatlarını da paylaşacaq. Çünki istəmir İran rejimi çöksün. Tayvan məsələsində isə ümumiyyətlə heç söhbət getməyib, danışıq getməyib. Çünki Tramp bu mövzunu müzakirə etmək istəmirdi və heç müzakirə də etməyib. Səfərdən öncə isə Xi Jinpingin bir mesajı oldu ki, Tayvan məsələsində biz gərək razılığa gələk. Nədir bu razılıq? Pekin istəmir ki, Amerika ilə Tayvan adası arasında hərbi əməkdaşlıq olsun. Amerika Tayvan adasına hərbi texnika satsın. Sözdə Amerika Tayvanı Çinin ərazisi kimi sayır. Bunu illər öncə bəyan edib. Amma reallıqda Tayvanın güc yolu ilə Çinə birləşdirilməsinin əleyhinədir. Çünki dediyim kimi, Tayvan adası ilə hərbi əməkdaşlığı var, oraya hərbi texnika satır. Üstəgəl Tayvanın zor yolu ilə Çinə birləşdirilməsinə göz yumsa, bu Çinin bölgədə gücünün, qüdrətinin artırılmasına yol açacaq ki, Çin Amerikanın əsas rəqibidir. Rusiya deyil rəqib, Rusiya zəif ölkədir. Əsas rəqibi Çindir. Ona görə Çinin daha da güclənməsini istəməz Amerika və dövlət katibi Marco Rubio'nun açıqlamalarına da diqqət yetirək. O da deyir ki, bizim əsas rəqibimiz Çindir və ikinci fikri odur ki, Çinlə iqtisadi əlaqələrə görə biz Tayvanı qurban verməliyik. Əgər Tayvanı Amerika qurban vermək istəmirsə, aydındır ki, Pekin də İranı Amerikaya qurban verməz. Amerikanı müdafiə etməz. Amma hər halda bu səfər biraz ortamı yumşaltdı. İl ərzində iki görüşləri də olacaq. Deməli, səhv eləmirəmsə, Çində bir beynəlxalq tədbir olmalıdır. Trump yenidən ora gedəcək və bu Amerika-Çin tarixində ilk olacaq ki, Amerika prezidenti il ərzində 2 dəfə Çinə səfər edin. Bir tədbirdə deyəsən Amerikada, Miami'də olacaq, böyük 20'lərin ya da Florida'da. Yəni böyük 20'lərin toplantısında orada Xi Jinping gedəcək. Yəni razılaşmalar olmasa da biraz ortamı yumşaltdılar. Amma Çin öz siyasətini davam etdirəcək, Amerika da öz siyasətini davam etdirəcək. Amerika İrandan əl çəkən deyil, mühasirəni davam etdirəcək, iqtisadi zəmində boğmağa çalışacaq. Çin də İrana dəstəkdən imtina etməyəcək. İranla bağlı heç bir razılaşma əldə olunmuyor. Şifahi, belə deyək də, ortaq məxrəcə gəldikləri barədə müəyyən açıqlamalar versələr də. Amerikanın strategiyası dəyişməz olaraq qalar. Amerikanın indi əslində iki yolu var. Ya yenidən müharibəyə başlamaq,
ya da iqtisadi zəmində İranı boğmaqda davam edir. Məncə Tramp hələ ki ikinciyə üstünlük verəcək. Çünki bunun da nəticələrinin faydasını görür. Ki, İranda iqtisadi vəziyyət ağırlaşır, 92 milyonluq əhalini yedizdirmək, içizdirmək, maaşla təmin etmək sepah üçün getdikcə çətinləşəcək. Yəni Amerika bunun faydasını gördüyünə görə müəyyən məqamda mühasirəni illərlə davam etdirə bilər Amerika Birləşmiş Ştatları. Belə bir lüksu var, belə deyək, diplomatik dildə desək Amerika. Amma İranın belə bir lüksu yoxdur, Hörmüz boğazının illərlə qapadılması. Çünki niyə? Körfəz ölkələrinə mane olsa da özü də düzəməlli neft satan bir. Əsas gəlir mənbəyi də neftin satışıdır. Özünə problem yaratdı. Gülləni əslində öz ayağına vurdu Sepah bununla. Amma son xəbər də çox maraqlıdır. Yəni burada biraz xalaoğlu, dayıoğlu məsələsi işləməyə başladı. Deməli, İran elan etmişdi ki, gəmilərdən 2 milyon, nə bilim, nə qədərsə rüsum tutacaq. Amma özünə dost tərəfdaş hesab etdiyi ölkələrin gəmilərini buraxır. Məsələn, Çinin gəmilərini buraxıb. Amma buraxmağına buraxıb, amma indi Amerikanın mövqeyi necə olacaq? Çıxışda Amerika onları saxlaya bilər. Amma indi hesab edirəm ki, indi Trump'ın səfərindən sonra belə bir gərginlik hələ Amerika Çinlə getməz. Yəni o gəmilərə çox da toxunmaz, atəş açmaz Amerika. Amma bu uzun da çəkməyə bilər. Uzun da çəkməyə bilər. Yəni İran özünə dost tərəfdaşsa, məsələn kimsə Tehrana zəng eləyirsə, xahiş minnət edirsə, İran güzəştə gedib o ölkənin tankerini buraxır. Məsəl üçün 2 gün öncə Yaponiyanın baş naziri xanım Sanayedə Tehrana zəng elib, İran prezidenti Pezeşkiyanla söhbət edib. Xahiş edib ki, Yaponiyaya bir tanker var orada, onu buraxsın. İran onu deyəsən buraxıb, Amerikada toxunmuyor. Çünki Yaponiya Amerikanın da strateji tərəfdaşdır. Yaxşı, sən bir tərəfdən elan edirsən ki, bu tankerlərdən rüsum toplayacaq. Deməli, xalaoğlu, dayıoğullardan rüsum toplamırsan, amma özgələrdən toplayacaqsan. Yəni, bu çox qəribə bir situasiya yaradır. Ona görə bu boğazın bu şəkildə bağlanmasına heç bir ölkə razılaşmaz. Və bir maraqlı hadisə də əslində dünən baş verdi. Ümumiyyətlə, bu arada çox 3 ya 4 mühüm hadisə baş verir. Birinci, siz qeyd etdiyiniz Trump'ın Çinə səfəri, daha sonra toxunacağımız bugün Qazaxstanda işinə başlayan Türk Dövlətləri Təşkilatının toplantısı, dünən Bişkəkdə Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin Təhlükəsizlik Şurasının katibləri görüşdü. Bu da çox maraqlı görüşdü. Mən bugün diqqətlə oxudum, analiz etdim. Hətta özüm də bir məqalə yayınladım. Və dördüncü bir hadisə də baş verib. Hindistanda da BRICS ölkələrin xarici işlər nazirlərinin görüşü olub. Və orada Abbas Araqçı da deyilənə görə Birləşmiş Ərəb Əmirliklərinin naziri ilə biraz toqquşublar. Çünki iki ölkə arasında münasibətlər getdikcə gərginləşib. Və müharibəni bir daha xatırlayaq, İranın ən çox zərbə indirdiyi ölkə İsrail deyildi, Birləşmiş Ərəb Əmirlikləri. Və bu məcbur etdi ki, Birləşmiş Ərəb Əmirlikləri İsrail ittifaqa girsin. Bu da İrana çox böyük narazı salıb. İndi Abbas Araqçı Dehlidə deyir ki, siz niyə belə eləyirsiniz, siz İslama zid siyasət üzrə, sən ölkəni bombalayandan sonra bu yazıq nə etməli idi? Sənin düşməninlə əlaqə qurmalıdır, onlar hava müdafiə sistemləri almalı. Sən məcbur etdin də, sən körfəz ölkələrə zərbələr endirməklə bu ölkələrin tamamilə münasibətləri gərginləşdirdin, soyutdun. İbrahim razılaşmaların əleyhinə idi də güya İran. Amma bu cür siyasətlə əslində ərəb ölkələri yaxın müddətdə mən hesab edirəm ki, o İsraillə danışıqları yenidən bərpa edəcəklər. Çünki iki düşmən arasında, yəni əvvəl İsrail də düşmən kimi qələmə verilirdi ərəb ölkə, İran da. Amma gördülər ki, İsraildən bunlara zərər dəymir, əsas zərər İrandan dəymir. Ona görə İsraillə yaxınlaşma siyasəti davam edəcək və Dehlidə də bu məsələ ətrafında qızğın mübahisələr gedib. Abbas Araqçı biraz ittiham etməyə çalışıb Birləşmiş Ərəb Əmirlikləri. Yəni Trump'ın səfərinə qayıtdıqda isə bu səfər vacib idi. Niyə? Çünki əslində bu səfər martın sonlarında reallaşmalı idi. İki böyük dövlət, soyuq müharibə illərində iki qütb var idi. Amerika Birləşmiş Ştatları və keçmiş Sovetlər Birliyi. Sovetlər Birliyi dağıldı, yoxa çıxdı. İndi o boşluğu Çin doldurub. Çin çox güclü dövlətdir və son 10 ildə hərbi gücünü də artırıb. Əvvəl ancaq biz onun iqtisadi gücündən danışırdıqsa, indi hərbi gücü də artırıb. Və təsadüfi deyək ki, Marco Rubio səhv eləmirəmsə daha bir açıqlama verdi ki, yəni hərbi gəmilərinin sayına görə artıq Amerikaya yaxınlaşır Çin. Yəni Rusiyanın bu qədər hərbi gəmisi yoxdur. Rusiya zəifliyib, tamam. Yəni Ukrayna müharibəsi onu taqətdən salır. Əsas Amerikanın bugün rəqibi iqtisadi hərbi zəmində Çindir. Amma Çinlə Amerika oyun qaydalarını müəyyənləşdirməyə çalışırlar ki, ikisi arasında toqquşma olmasın.
Və 3 böyük dövlət var da ərazilərində. Rusiyanın düzü böyük dövlət saymır, amma deyəlim ki, Rusiyada bu siyahıda var. Amerika Birləşmiş Ştatları, Rusiya və Çin. Bu 3 dövlətdən ikisi müharibə içindədir. Rusiya Ukrayna bataqlığındadır. 5-ci ilə keçib işğalı genişləndirə bilmir və itkilər verir, iqtisadiyyatı zəifləyir. Amerika da müharibə içindədir. İranla müharibə apardı, yenidən müharibə ola bilər və Amerika ümumiyyətlə 10 ildən bir nəsə hardasa müharibə eləyir. Çin isə 50-ci illərdən bu yana müharibə filan eləmir. Hindistanla kiçik toqquşmaları nəzərdə almasa sərhəddə, müharibələr, bir ikinci dünya müharibəsi, vətəndaş müharibəsi olub Çində 40-cı illərdə. Bir də 50-ci illərdə Şimali Koreyaya dəstək verib, biraz Amerika ilə savaş. 50-ci illərdən bu yana Çinin heç kimlə savaşı olmayıb. Çin ancaq iqtisadiyyatını düşünüb, indi əhalisinin də sayı 1 milyard 400 milyondur. Bu əhalini yedizdirmək, içizdirmək. Və baxın, ətrafımızda nə varsa Çin məhsullardır. Belə deyək də, geyindiyimiz də Çin məhsuludur. Maşınlar, baxın, son 10 ildə əvvəllər biz Alman maşınlarına üstünlüyü verərdik. İndi insanlarımız Çin maşınlarına üstünlüyü, elektrik maşınlarına üstünlüyü verirlər. Yəni, nə varsa ətrafda gördüyümüz nə məhsul varsa, onun 80% Çinə aid. Çin bu qədər güclü. Amma Çin son ildə iqtisadiyyatını gücləndirdikdən sonra hərbi qüdrətini də artırır. Hərbi gəmilər ordusunun gücünü. Və ona görə Xi Jinping tez-tez belə açıqlamalar verir ki, biz Tayvan adasını güc yolu ilə olsa da ələ keçirə bilər. Biraz Amerikanın nəbzini yoxlayır. Düzdür, mən inanmıram Xi Jinping belə bir riskə getsin. Müharibə olsa yenə də sanksiyalar ola bilər, bölgədə gərginlik yaşanar. Çünki Çin yalnız Amerika ilə rəqib deyil. Ətrafında da onun rəqibləri var. Yaponiya var, Hindistan var, Avstraliya var, Yeni Zelandiya var. Hətta kiçik Vyetnam var ki, vaxtilə Çinin dəstək verdiyi kiçik Vyetnam, o iki dövlət arasında adalara görə mübahisələri var. Ona görə iki dövlət arasında rəqabət davam etsə də, oyun qaydalarını ikisi arasında müəyyənləşdirməyə çalışırlar. Trump bir ara Putinlə də oyun qaydalarını müəyyənləşdirmək istədi, amma Ukrayna müharibəsinə görə bu alınmır.